Mərkəz dedikdə ilk ağla gələn zona Heydər Əliyev Parkının tam olaraq qarşısında, Heydər Əliyev prospekti kənarında 58 kvadrat metrdən ibarət 2 otağa düzəlmə mənzil təqdim edəcəm sizlərə. Bina tam yaşayışlı binadır. Bütün kommunallar fasiləsiz olaraq verilir. Mənzilin istilik sistemi kombi sistemidir. Kombisi, radiatoru hər biri quraşdırılıb. Az da olsa içində olan əşyalar hər biri mənzildə qalacaq. Qeyd etdiyim kimi tam yaşayışlı binadır. Sənədlər tam qaydasındadır. 58 kvadrat metrdən ibarətdir mənzilimiz. 2 otağa düzəlmədir. Mənzilimizin əsas giriş qapısını görürsünüz. Giriş qapıdan daxil olduq. Sağda belə bir qardırob mebel yığılıb. Təbii ki, metlaq olan hissələr isti döşəmədir. Sağdan sanuzelimizdir. Bütün aksesuarlarla təchiz olunub. Bina tam yaşayışlıdır. Kommunallar fasiləsiz olaraq verilir. Sürətli lifti var. Burada yerləşir yataq otağı sizlərə təqdim etdim. Yataq otağından eyvana çıxış var. İlerləyirik bu hissədə. Qonaq otağımızdır. Otaq ölçüləri normal şəkildədir, dəyərli izləyicilər. Əla qiymətə təklif olunur. İstilik sistemi, kombi sistem. Video təqdimatda az da olsa əşyalar hər biri qalır. Qonaq otağımız mərkəz, Xırdalan şəhərinin ən gözəl ərazisi, Heydər Əliyev Parkının qarşısı, Mədəniyyət evinin qarşısı, bütün iaşlı obyektləri, dövlət əhəmiyyətli obyektlərin tam olaraq yaxınlığında, məktəbə yaxın ərazidə. Burada isə bizim mətbəx hissəmizdir. Mətbəx mebeldə quraşdırılıb, hazır şəkildə. Bir sözlə evimiz köç yaşa evdir. Yəni günü bugün alırsan, açarı təhvil götürürsən, köçüb yaşayırsan. Dəyərli izləyicilər, bu ərazidə belə evlərin biznes məqsədi ilə alanlar da çoxdur. Yəni bu evi alıb rahatlıqla 400-450 manata kiraya verə bilirsiniz. Bina 9 mərtəbədən ibarətdir. Mənzilimiz yerləşir 9-cu mərtəbədə. Tam olaraq qanuni mərtəbədir. Lift qapıya qədər qalxır. Bir daha qısa metrajla baxaq. Sanuzel qovşağımız, yataq otağımız. Proyektlə tam olaraq tanışlıq verək. Burada isə qonaq otağımız. Ətraflı məlumat üçün bizimlə əlaqə saxlaya bilərsiniz. Satışda olan əmlaklarınız barədə bizə məlumat verə bilərsiniz. Dəyərli izləyicilərim, bu günə bu qədər. Növbəti çəkilişdə görüşənədək.